Son illərdə qazandığım uğura görə çox adam düşünür ki, arxamda böyük bir komanda dayanır. Bəli, komandam var və o böyükdür. Amma bütün idealların müəllifi işin ən həssas və tamaşaçıya toxunan hissəsini yenə də özüm edirəm. Çünki mən kontrolu sevən insanam, titizəm, hər detal mənim üçün çox önəmlidir. Səfərlərdə olanda plan qurmaq çətin olur. Amma Azərbaycanda, öz evimdə olanda fikirlərimi daha rahat toparlaya bilirəm və işimi yüksək səviyyədə görə bilirəm. Bu iş sadəcə repertuar və yaxud da səhnə geyimlərinə ibarət deyil. Konsertlərin təşkili, görüşlər, danışıqlar, doğru qərarların verilməsi hamısı mənim üçün çox önəmlidir. Bir şeyi də açıq deyim sizə, hər zaman kabinetdə işləyən insanlardan deyiləm. Ən rahat işlədiyim məkan mətbəxdir. Qızlar, bu arada dekor, aksesuar və qab-qacaq xəstəsiyəm. Bunun üçün xüsusi bir video çəkəcəm sizə, bu sonra. Zövq, atmosfer mənim üçün çox önəmlidir. Kofemi içirəm, rahat. Çünki inanıram ki, gözəl enerji olan yerdən gözəl işlər çıxır. Və düşünürəm ki, yeni evimi sizə göstərməyə artıq çox az qalıb. Və bu mənim üçün çox önəmlidir. Çünki o ev sadəcə ev olmaqdan deyil, tam bir star evi və hər bir bucağı öncədən düşünülmüşdü. Ona görə Hyde Park Residence bu fikrimə önəm daşıyaraq yeni bir evimə mən star evi olaraq düşündü. Amma bu star məsələsinə də gələndə mən star olaraq sadəcə səhnədə staram. Real həyatda adi qadın və belə deyə bilərəm, business lady. Çünki mənim üçün öz işim biznesdən də önəmli olan rahatlığım, hüzurum və yaşam anlamımdır. Səhnə mənim üçün həyatdır və mənim üçün ailə önəmlidir. Hüzurumu, rahatlığımı ailədə və səhnədə görürəm. Bir də ki, gözəl ab-havada.